Ləzzət, çıtırtı və gözəllik üçün 150 qram Golden Crown kərə yağını əridirsiniz. 15 ədəd paxlavalı yufqanın hər birinin arasını yaxşıca yağlayırsınız göstərdiyi formada. Sonra bunu kvadrat şəkillərdə kəsirsiniz. Kəsdikdən sonra üçbucaq bir formaya salın və padnosa yerləşdirin. Sonra üzərini yağlayıb əvvəlcədən 180 dərəcədə qızdırılmış sobaya qoyun bişsin. Kremi hazırlamaq üçün kəsmik, qaymaq, qatılaşdırılmış südü əlavə edib yaxşıca qarışdırırsınız. Üzəri tam qızardıqdan sonra sobadan götürürsünüz. Səsi yəqin ki eşitdiniz. Dərhal götürən kimi üzərinə soyulmuş şərbəti əlavə edirsiniz. Şərbəti canına çəkdikdən sonra artıq kremi əlavə edə bilərsiniz. Kremi bu formada əlavə etdikdən sonra keçirilmiş fıstığa batırırsınız. Hər tərəfini yaxşıca fıstığa batırdıqdan sonra servis eləməyə demək olar ki hazırdır. O qədər ləzzətli alınır ki, indiyə qədər hazırlamadığınıza görə məyus ola bilərsiniz. Amma olmaya ehtiyac yoxdur. Mən artıq videonu paylaşmışam. Save eləyib daim hazırlaya bilərsiniz. Çox ləzzətli bir şirniyyat alınır. Yəni bunun reseptini sizdən 100% istəyəcəklər. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun.